bəlkə də insanlığın o xislətində var, xilqətində var ki, dünyanın hazırki gedişatı qalıb bir tərəfə, biz sonu ilə bağlı düşünürük. Bəlkə bu dini eyhamlardan irəli gəlir ki, dünyanın sonu ilə bağlı, axirətlə bağlı söhbətlərin getməsi, mənalandırılması və yaranış. Məsələn, mən dünyanın sonundan daha çox yaranışımızın hardan gəlməsi, nə qədər vaxt bundan əvvəl insanların yaranması, dünyanın formalaşması, belə saysız hesabsız sənətli filmlərə, mənbələrə tuş gəlirəm və hamısını izləyirəm, oxuyuram, mənimsəməyə çalışıram. İnsan dərk eləmək istəyir, hardan gəldiyini, amma hara gedəcəyini təxmini dini ayələrdə, risalələrdə, hədis-i şəriflərdə azdan çoxdan məlumat alırıq. Təxmin edirik daha doğrusu, biz onu bilə bilmərik. O birdən deyirlər kim cənnətə gedib, ya o bir dünyaya gedib, gəlib ki, o barədə məlumat versin. Amma Allah bunların hamısını bir nöqtədə birləşdirən uca varlıqdır. Az-az, cüzi, sısqa şəkildə də olsa öz kitablarında, əlamətlərində bizlərə bunu göstərir. Amma yenə də insanlar tədqiq eləyirlər alimlər, nə bilim 2 milyon ildən sonra, nə bilim 1 milyard ildən sonra filan şey olacaq, günəş sönəcək, yer belə olacaq, filan olacaq. Amma bu yaxınlarda bir məlumat oxudum. Deməli 72 milyon il bundan əvvəl yerdə insanların olması barədə. Amma bəzi məsələ dini izahlarla biraz uyuşmur bu. Çünki Adəm əleyhissalamın yaranışı 100 min il deyil heç. Araşdırdığıma, oxuduğuma, əldə elədiyim bilgilərə görə belə çıxır ki, zaman-zaman yerdə insanlar olub. Bu barədə sizə danışmışam bir neçə dəfə. Kimlər olub, hansı varlıqlar olub, hətta Adəmin yaradılması prosesində mələklər Allaha nə deyir? Sən fitnə fəsad yaradacaq birini mi yaratmaq istəyirsən? Fitnə fəsad törədəcək birini mi yaratmaq istəyirsən? Deməli, bunlar bilir ki, bu varlıqlar nədən, necə, bunların hamısı haqqında məlumatları var. Mələklər də Allahın yanındadır. Yoxsa o nə isə yaradırsa, onlar, mələklər necə bilərdi ki, bunlar fitnə fəsad yaratmağa meyillidir, yoxsa yox. Allah da onlara təbii olaraq cavab verir ki, mən bildiyimi siz bilməzsiniz, siz bilmirsiniz. Belə. İndi bir məqsədi olub Allah Taala'nın insanı yaratmağında və bu da azmış kimi və bütün o mələklərinə deyib ki, bu yaratdığım Adəmə səcdə eləyəcəksiniz. Elə burada intriqalar yaranır, Allahdan üz döndərənlər, Allaha tabi olmayanlar daha doğrusu, iblis başda olmaqla və onun əlaltıları, onun müttəfiqləri deyiblər, yox, biz torpaqdan, palçıqdan yaratdığım birinə səcdə edə bilmərik və dualistik mübarizə bununla da başlayır. Çox uzağa getdim, amma sadəcə bildirmək istəyirəm ki, yəni, belə bir məlumatlar var. Mamutlar, dinozavrlar barədə bilirik ki, lap qədimdə, milyon illər əvvəl olub. Amma insanlar o qədər müddətdə olub, olmayıb, olubsa hansı insanlar olub, təbii ki, bizim kimi olmayıb yəqin ki. Tək ayaqlılar da deyirlər. Ən belə 20 metr, 25 metr hündürlüyündə dev adamların olduğu barədə də söhbətlər gedir, amma hər halda tam mənbə yoxdur. Siz ümumiləşdirib deyirlər, amma dünyanın yaranışıyla bağlı nə vaxt belə vulkanik, palçıq vulkanlar yaxud da zəlzələlər dünyanın yer kürəsini nə hallara saldığı ilə bağlı məlumatları var. Amma insan məsələsində çox ziddiyyətli, bir-birindən fərqli, milyon illər fərq eləyən məlumatlar gəlməkdədir. Ona görə düşünürəm ki, elə indiki çağımızı, indiki dünyamızın özünü araşdırsaq, bizə daha yaxşı olar. İndi alimlərin işidir, bəlkə kimsə göylərlə məşğul olur, cırtdan planetlər, dünən də dedim, eksoplanetlər axtarırlar, yerə uyğun. Bəlkə ola bilər, işıq ili sürətində bir cihaz, uçan aparat ixtira edərlər, ondan sonra bəlkə insanlar uça bilər, hər halda dünyanın əbədi qalmayacağını anlayanlar var, harasa başqa bir yerə köçməyə çalışırlar. Amma uzaqdan qayalıqlar, oksigenin olma ehtimalı
mövcud olan planetlərə artıq istiqamətlər götürülüb. Sadəcə çox uzaqdır. İndiki heç bir texnologiya ora gedib uçub çata bilməz. Amma araşdırırlar, dünya yəqin ki, elə bundan ibarət. İnsanlar daima göyləri, yeri, yerin altını, tərkibini öyrənməyə çalışır. Görürsünüz, sənədli filmlərdə də asteroid yaxud da iki planet bir-birinə dəyən kimi onun içində alov kürəsi başlayır partlamağa. Sanki bir bombadır, minadır, partlayır. Çünki hər bir planetin, bildiyimiz planetlərin tərkibində alovlu kürə var. Həmin o kürənin ətrafında bu torpaqlar, qayalar, nə bilim, azon və s. yığışır.